Herkese salam, sabahınız xeyir. Səhər-səhər heç ac değilim. Ona görə özümə Nesquik hazırladım südlü. Masada gördüğünüz hiçbir şey canım çəkmir, inanırsınız. Südlü Nesquik içəcəm. Günorta bilmirəm day nə yeyərəm. Və yenə də qeyd edeyim, diyetdəyim deyə mən bunların heç birini yemirəm, yeməyəcəm. Ona görə də belə iradəmə özüm də çox heyranam həqiqətən də. Hava da gözəldir, 6-cı gündür, çıxacam, gəzəcəm. Mütləq sizləri də özümdən götürəcəm. Bilmirəm sizdə necədir, amma mən evdə oturanda ürəyim dəhşət çox sıxılır. Ona görə də hər zaman aktiv həyat tərzini sürürəm, yəni çoxlu gəzirəm, çalışıram ki, qulağıma qulaqçıq taxım və gəzim. Ən çox da məsəl üçün səyahət eləməyi sevirəm. Yəni məndən olsa mən dünyanı gəzərəm, sırf ayağımla gəzərəm. O dərəcədə gəzməyi çox sevirəm, amma hələ ki belə davam eləyək, şəhəri gəzək Azərbaycanda və mən həmin günü dağ üstüyə qalxdım. Tam axıra qədər qalxa bilməsəm də biraz gəzdim və həmən günü hava gözəl idi. Bakının elə bir beyni çönüb, gah yağış yağır, gah da ki arada hava gözəl olur. Amma neyniyək, Bakı küləkli şəhəridir, biz artıq öyrəşmişik. Və mən növbəti günü rəfiqəmlə görüşdüm və bəxtimizə hava yağışlı idi. Düzü soyuq değildi, küləkli idi bir damcı, o da incitmirdi. Ən sevdiyimiz məkana gəldik, yəni Boraniya. Burada həm qiymətlər sərfəlidir, həm də ki menyuları geniş və ləzzətli olur. Bol söhbətlər elədik, yeməyimizi yedik. Ən çox xırt-xırt badımcanı bəyəndim. Havanın belə olmağına baxmayaraq getdim ayaqla evə çatdım. Və mütləq abunə olub rəy yazmağı unutmayın dəyərli izləyicilərim. Və artıq iş başladı. İşə gecikirəm, saçımı tez qurutmalıyam. Bu arada bu fen çox gözəldir. Kantakomdan almışdıq. Gözlüyüm belə göstərim, baxın. Philips'indir. Çox bəyənirəm bunu. Çocularıma bunu tətbiq eləyəcəm. Çox bəyənmişəm bunu. Mütləq və mütləq günüm su içməklə keçir və alternativ olaraq belə bir 1 litr yarımlıq butelka almışam ki, gözümün qabağında olsun. İşdə yanıma qoyuram, suyu doldurub və gün ərzində çalışıram ki, içim. Hətta 2 litrdən çox su içirəm və işdən saat hardasa abed vaxtında çıxıram, bol-bol gəzirəm, qayıdıram işə. İşdən sonra isə gəlirəm evdə çalışıram idman eləyim. Bu isə növbəti gündən videodur. Səhər-səhər özümə zavtraq hazırlayırdım və burada gördüyünüz kimi qəşəng şoru çəkirəm. Yumurta mən ümumiyyətlə arıqlayarkən lavaşdan tez-tez istifadə edirdim və bu mənə çox kömək olur. Məsəl üçün lavaş, gördüyünüz kimi şor, yumurta, amma qaynadılmış yumurta, duz, istiot zövqə görə və beləliklə bunları yeyib gün ərzində həqiqətən tox hiss edirəm özümü. Günorta da eyni qaydada lavaş, amma içliyi fərqli bir şəkildə olaraq yeyirəm və arıqlayıram. Təbii ki, hər gün lavaş yemirəm, amma ümumiyyətlə əgər çörək istəyirəmsə, bunu mən xripçi yox, lavaşla əvəz eləyirəm. Artıq 6 kiloqram çəki atmışam və bu mənim axşamlar yeməməyimin sayəsindədir. Həyatımdan həm də qızardılmış, yağlı şeyləri çıxartmışam. Əsasən də şirinyatı heç yemirəm demək olar. Çoxlu su içirəm, gəzirəm, idman edirəm və əlavə olaraq kriolipolis proseduruna getmişəm bir seans və termoyorğana. Ətraflı növbəti videolarda da görəcəksiniz. Məncə bu kombinasiyanı eləyən şəxs mütləq arıqlamalıdır ki, mən də elə eləyirəm və arıqlayıram. Siz necə arıqlayırsınız? Deməli, dəyərli izləyicilərim, baxırdım aksesuarlarıma nələrim var, nələrim yox və belə bir qutuya mən öz aksesuarımı yerləşdirirəm, hansılarını ki gün ərzində istifadə edirəm. Gəlin baxaq. Bu arada bu qutunu bacım qardaşıma hədiyyə eləmişdi. Burada siqaret var idi. Mən isə dedim qutunu atmayaq, götürüm özümə. Deməli, burada gündəlik istifadə etdiyim aksesuarlardır. Bunu çox sevərək taxıram. 3 manat almışdım 28-dən. Bu Pandoramdır. Yenə də bunu almaq üçün nə qədər endirimləri gözləmişdim. 400 neçə manatdan düşmüşdü. Səhv etmirəmsə 128 manata onda almışdım. Daha sonra bu Pandoram, sonra bu da qızıldır. Yəni gündəlik olaraq bunları mən taxıram. Bunlar belə və belə bir qab sifariş eləmişdim Trendyoldan. Çox rahatdır əslində. Bunları heç taxmıram. Bir dəfə taxmışam. Sevərək almışdım. Ondan sonra nəsə bəyənmədim. Bu qolbaqları əvvəllər çox taxırdım. Belə daşlardı. Prosta bu hissəsi qaralıbdır. Oca taxmaq istəmirəm.
Bunu da sevərək taxırdım. Bu da yəni hansısa bir nə bilim orijinal daş idi. Nəysə. Burada isə bu sırğam düşüb bura. Bu sırğaları da Temudan sifariş eləmişdim. Bunları da sevərək taxırdım. Sadəcə bəziləri artıq qaralıbdı. Həm də özümə xalqa varis sırğalar almışam. Onları istifadə edirəm. Bir də bu üzüyü də buradan götürərək bunu axtarırdım. Bunu da gündəlik olan qutularıma qoyacağam. Çünki bu üzüyü də çox sevirəm və belə taxıram. Yox, barmağıma yerləşmədi. Bu deyəsən belə olurdu. Belə. Deməli dostlar, yenə çıxmışam, gəzirəm. Nahar vaxtıdır. Düz 1 saat ərzində mən gəzirəm. Vaxtımı səmərəli keçirdirəm. Siz nə edirsiniz? Nə var, nə yox? Gəzəndən sonra girdim Bravo supermarketinə. Çoxdan da mango qurusunu almaq istəyirdim ki, çayla ya da suyla işdə içim yeyim. Termoyorğan proseduruna gedirəm, amma gecikirəm əməlli başlı. Çox gecikirəm, tez-tez getməliyəm. Yəni, vaxtı düz səmərəli eləyə bilmədim da. Deyəsən çatdım, inanırsınız, yarım saatdan çox gecikmişəm. Yox, bura deyil. Ayda bilmirəm, hansı tərəfdədir. İnşaatçıları tanımam, o qədər qarışıqdır ki, hər yer bir-birinə o qədər bənzəyir ki, dəhşətdir da. Nəysə dedim, taksi ilə gəlmir, ağlımda qalıbdır qayıtdığım yol. Çünki keçən dəfə taksi ilə gəlmişdim. Qayıdarkən isə metro ilə. Elə bildim, yadımda qalıb, amma heç bir şəkildə yadımda qalmayıb. Nəysə, taksi proqramını silmişəm. Megabaytım azdır. Və belə. Yox, çatdım. Sofiya. Çox şükür, Sofiya estetika çatdım. Otururam, gözləyirəm. İnansız gecikməyi heç sevmirəm, amma necə bacardımsa gecikdim. Da gələn səfər taksi ilə gələcəm mütləq. İndi otururam, gözləyirəm. Əslində o otaqda olmalıydım. Nəysə, gözləyək. Çünki gecikmişəm. Belə, indi termo prosedurudur məndə. Gələn səfər olacaq krio. Ne şəkildir. Baxın, deməli termoyorğan prosedurudur. Burada uzanırsınız, çox tərlədir adamı, dəhşət. Həm ödəmlərə yaxşıdır, həm şişkinlik falan hər şey gedir. Çox yaxşı bir prosedurdur. 6 seans pulsuz termoyorğandır məndə. 6 seans da kriolipolis prosedurudur. Mən kriodan çıxdım. Aysel xanım o qədər gözəl insandır ki, həqiqətən qətiyyən reklam deyil. Burada Instagramlarını qeyd eləyəcəm. Yəni gecikdim, hətta mən yarım saatdan çox da gecikdim. Amma qətiyyən yəni olmadı da, problem eləmədi və çox gözəldir. Həm prosedurlar, həm qarşılanma. Çox bəyənirəm və nəticəndə hətta ilk seanslardan gördüm. Deməyim odur ki, gələn səfər hətta Aysel xanımla danışdım. İnşallah bir yerdə videoda çəkəcəyik. Termoyorğan prosedurundan sonra düşündüm ki, nəsə maraqlı və dadlı atışdırmalıq alım, amma kökəlməyim. Deməli, həmin günü mən biraz evdən geç çıxdım, yəni vaxtı səmərəli istifadə eləmədim. Neftçilər də bir-birinə o qədər bənzəyir ki, ağlımda qalmışdı ki, hər bir yol yadımdadır, tez çatacağım, amma elə olmadı. Düz 40 dəqiqə gecikdim. Aysel xanım sağ olsun, heç bir narazıçılığını bildirmədi. Termoyorğan isə çox super bir prosedurdur. Dəhşətli dərəcədə tərləyirsiniz və sizdə olan ödəmlər, şişkinliklər falan hamısı aradan gedir. Əgər qorxularınız varsa, bu heç təhlükəli prosedur deyil. Əksinə, sizin daha tez və sağlam bir şəkildə arıqlamağınıza kömək edəcək. Daha sonra evə gəldikdən sonra evdəki qab-qacaqları gördüm, ürəyim durmadı. Dedim, elə kakrazdakı vlog çəkim və sizlərə də paylaşım. Bu vlog düzü uzun olmayacaq, çünki çoxdan da paylaşımlar eləmirəm. İstəyirəm ki, tez-tez paylaşımlar olsun. Ona görə də siz məni izləyin, abunə olun, rəy yazın, mən də motivasiya olum. Növbəti vloqları inşallah daha uzun hazırlayacağım. Ümid edirəm bu vloqu bəyəndiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.